Ordumuzun arsenalında yer alan S-300 PMO-2 favorit NATO kod adı SA-20 Qarqıyel. S-300 PMO-2 favorit mühüm hərbi və mülki obyektlərin ballistik və aerodinamik təhdidlərdən qorunması üçün nəzərdə tutulmuş uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem 1997-ci ildə təqdim edilib. S-300 PMO-2 batareyasının tərkibinə 64N6Y2 və 96L6Y2 hədəf aşkarlama radarı, 76N6 aşağı hündürlüklü hədəf aşkarlama radarı, 30N6Y2 işıqlandırma və tuşlama radarı, 54K6Y2 idarəetmə məntəqəsi, 4 və ya 6 ədəd 5P85TY2 raket buraxıcı kompleksi və digər vasitələr daxildir. 76N6 radarı aşağı hündürlükdə təpə kimi maneələrin arxasından gələn hədəflərin aşkarlanması üçün nəzərdə tutulub. Bu radar 40V6M MD mastlarının başında 40 metrə qədər yüksəkliyə qaldırılır. Bu da ona aşağıdan gələn təhlükələri aşkarlamaqda kömək edir. Sistemin tərkibinə daxil olan 64N6Y2 hədəf aşkarlama radarı 300 km məsafədən eyni anda 100-dən çox aerodinamik və ballistik hava hədəflərini izləyə bilir. Bu radar saniyədə 2800 metr sürətlə uçan hədəfləri aşkarlaya və izləyə bilir. 30N6Y2 işıqlandırma və tuşlama radarının mənzili 300 km, hədəf kanallarının sayı 6, raket kanallarının sayı 2 ədəddir. Yəni radar eyni anda 6 hədəfi nişan ala bilir və hər hədəfə 2 raket tuşlaya bilir. Ümumilikdə 6 hədəfin hərəsinə 2 ədəd olmaqla ümumilikdə 12 raket yönəldə bilir. S-300 PMO-2 sisteminin tərkibinə 48N6Y2 raketi daxildir. Bu raketin uzunluğu 7,5 metr, diametri 515 mm. Ümumi çəkisi 1800 kiloqram. Döyüş başlığının çəkisi 150 kiloqram. Raketin sürəti saniyədə 2100 metr. Mənzili maksimal 200 kilometr. Ballistik raketlərə qarşı 40 kilometr. Atəş hündürlüyü aerodinamik hədəflərə qarşı 10 metrdən 27 kilometrə qədər. Ballistik raketlərə qarşı 25 kilometr təşkil edir.